67-ci sual passive voice istəyir. Passive voice-lər they introduced. Deməli, keçmiş zamandır və mübtədamız a lot of new projects-dir. Götürürük. A lot of new projects cəmdə olduğuna görə keçmiş zamandır və were introduced C variantı düzgün variantdır. 68-ci sualda isə different variants düzdür. Nervous, angry, bu da götürmək olar. Əsəbi də gərgin, o da acıqlı. Deməli, və bir də 5-ci essential, necessary, hər ikisi də vacib deməkdir. 3-cü sualda frightened, polite, uyğun gəlmir, nəzakətli, qorxmaq. Relaxed, scared, bunlar da uyğun gəlməyən variantlardır. 69-cu sualda isə short textlərə aiddir. Hamısını oxumuram, sadəcə olaraq variantını deyəcəm sizə. The company is looking for a small office. Small office, baxırıq nə? Balaca ofis mi axtarır short textlərdən? Yox, burada wide yazmışdı da, geniş. Ona görə A-nı əliyərdik. C variantında only yazılan variantlar %99% səhv çıxır. Ona görə C-ni də əliyərdik. Is not interested, maraqlanmır. Yəni, inkar olan cavablar çıxsaq, D-ni də çıxardıq. Və bir də Y variantında not important for the company, nəqliyyat vacibdir və inkar cümlə olduğuna görə yanlışdır. Düzgün variantımız B variantıdır. The office must be suitable for regular work meetings. Bəli, düzgün variantımız B'dir.